1990-cı il 20 yanvar faciəsinə şahidlik edənlərdən biri də Nuru Ələsgərovdur. Şəhidlər xiyabanında baş verənlər onun gözünün qarşısından getmiş. O, həm də o gecənin qurbanları üçün məzarlıq yerinin seçilməsi və qazılmasında da iştirak edib. Bu gördüyümüz bütün damların hamısında pulemyotlar qoymuşdular. Azərbaycan tarixinin şanlı səhifəsində onların öz adı, öz yeri var. Bunu onlar özləri yazdılar. Düz 36 il öncə, o qanlı gecədə. Azadlıq uğrunda sinəsini güllə sipər edənlər, qanları canları ilə. Gördüyümüz bu qaranfillər daşınırdı. Hər gün təzəsi ilə əvəz olub. Bakıdan, kəndlərdən tabi meydana qədər. Yəni elə təsəvvür eləyin ki, qaranfillər döyüşürdülər Sovet qoşunları ilə. 75 yaşlı Nuru Ələsgərov da 36 il öncə Sovet ordusunun dinc əliyalına Azərbaycanlılara qarşı törətdiyi faciəyə şahidlik edənlərdəndir. Onlar deyir, başqa hər kəsən öz kəndində, öz yerində dəfn eləsin. Yəni bir yerə, bir mərkəzdə bastırılmasın. İtirmək istəmirdilər ki, hadisə gələcəyinə bir tarixi hadisə kimi xalqın yaddaşında. Ona görə çox çalışdı, amma əhali qətiyyət göstərdi. Qanlı gecəyə şahidlik edən müsahibim deyir ki, öldürülən insanların dəfn yeri yanvarın 20-sində müəyyən edilsə də, ancaq Bakıya yeridilən SSR ordusu 3 gün dəfnə icazə verməyib. Dəfnin gecikməsinə səbəb isə o zaman faciəni törədən ordu komandanlığı tərəfindən məzarlığın Dağüstü parkda deyil, şəhərin müxtəlif ərazilərində kütləvi məzarlıqlarda şəhidlərinin dəfn etməsini tələb etməsi idi. Çünki hamısını bir vaxtda nə morqdan almaq mümkün olmurdu, nə toparlamaq. Hardasa bir həftəyə qədər yekunlaşmağı çəkdi ki, sonra hətta bəzi rayonlardan da bura şəhidlər gətirildi. Nuru Ələsgərov deyir ki, təzyiqlərə, işgəncələrə baxmayaraq 20 gün ərzində Dağüstü parkda məzarlığın salınmasına nail olublar və 150 qəbir yeri qazılıb. Ancaq 20 yanvar faciəsində öldürülənlərdən bir neçəsinin meyidi Xəzər dənizinə atıldığı üçün 45 gün ərzində yalnız 135 nəfər bu məzarlıqda dəfn olunub. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space.